Düzdür. Azərbaycanda belə deyək də, bu il hələ ki belə qızmar yay görməmişik. Məsəl üçün istirahət olması bir yay, amma yavaş-yavaş istilər gəlir artıq. Ona görə də mən sizə gözəl istirahət eləyib praktik keçmək üçün əla bir xəstəxana təklif eləmək istəyirəm. Yəni həm dənizi olacaq, həm qum olacaq, həm istirahət olacaq, həm xəstəxana, yaxşı xəstəxana olacaq, bol xəstə olacaq, professorlar olacaq. Belə bir ortam sizə təklif eləmək istəyirəm və ən belə deyək də, inanılmaz bir qiymətə. Cəmi 2 həftə. Cəmi 2 həftəlik 15 günlük bir praktika qiymətə daxildir. Bax, sənədlərin hazırlanması, göndərilməsi, dəvət məktubunun alınması, xəstəxananın ödənişi, hava limanında qarşılama, yurda yerləşdirmə, yurdda səhər yeməyi, yurdun qarşıdan götürürlər, aparırlar, sizi xəstəxanaya tanış edirlər. Kurs bitəndən sonra gəlirlər, yurdun qarşıdan götürürlər, aparırlar, hava limanından yola salırlar. Sonra da bitirdiyinizə dair QR kodlu sənədinizi bizə göndərirlər, biz də sizə təqdim edirik. Bax, bunun hamısı birlikdə cəmi 1850 manata. Və harda? Antalya Akdeniz Universiteti xəstəxanasında, dövlət xəstəxanasıdır. İllik, yəni belə deyim də, 700-800 minə yaxın xəstə potensialı var o xəstəxananın və oradakı yurdumuz həm xəstəxanaya yaxındır, həm dənizə yaxındır. Yəni həftənin 5 günü gedirsiniz xəstəxanaya, zaten orada axşam dənizə getmək olur. Dəniz kənarında gedib dincəlirsiniz. Altıbazar da istədiyiniz kimi şəhəri gəzə bilirsiniz. Bunların hamısını 15 günlük bir paket şəklində sizə cəmi 1850 manata təklif edirik. Hər zaman xidmətinizdəyik.